Kütləsi 9 kiloqram olan yük şəkildə göstərilən blokun köməyi ilə şaquli yuxarı yönəlmiş A bərabər 2 metr bölü saniyə kvadratı təcilindən qaldırılır. İpin ucuna tətbiq olunan dartı qüvvəsinin ədədi qiymətini hesablayın. Blokun çəkisini və sürtünmə qüvvəsinin təsirini nəzərə almayın. Deməli, burada F qüvvəsi varsa, eyni ipdə eyni gərilmə olur deyərəkdən, burada həmin F qüvvəsini ötürürük. Onda bura, baxın, bu ikisinin cəmi, yəni 2F qədər qüvvə tətbiq olunmuş olur. Bir də bu cismin ağırlıq qüvvəsi var. Kütləsi 9 kiloqramdırsa, ağırlıq qüvvəsini MJ-dən tapa bilərik ki, 90 Newton olacaq aşağı doğru. Bu şəkildə. Aha, indi mənə deyir ki, təcillə hərəkət edir. Onda F əvəzləyici bərabər MA yazarıq Newtonun ikinci qanununa görə. Və bu yuxarı qalxır da. Bax, yuxarı doğru 2F qüvvəsi var, aşağı doğru da 90 Newton var. Əks istiqamətdədirlər. Çıxıram. 2F-dən 90-a çıxıb, kütləsi 9, təcili də 2. Buna bərabər eləyirəm. 2F bərabər olacaq 90 üstəgəl 18. 108. F-i də buradan tapacağım. 54 Newton. Aha. Deməli, bu cismi əgər biz elə-belə bərabər sürətlə qaldıracaq olsaydıq, onda yerdən 90 Newton qüvvə tətbiq elədiyimiz halda tərpənən blokda 2 dəfə qazanc əldə edib 45 Newton qüvvə ilə qaldıracaqdıq. Amma bu təcilli hərəkət etdirir. Ona görə də biraz çox qüvvə oldu. 54 Newton oldu.